Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Sizlərə bu günləri Masazır qəsəbəsində 3 mərtəbə, 4 otaqlı, tam paket kupçalı həyət evi təqdim edirəm. Dəyərli dostlarımız, marşrut xəttinə, məktəbə çox yaxın bir ərazidə yerləşir. 6 nömrəli məktəbin yaxın ərazisində. Kupçalı 3 mərtəbə, 4 otaq, tam paket kupça ilə bir yerdə 135.000 manata satışa çıxarılıb. Evin də, torpağın da kupçası alınıb, hazır vəziyyətdə əldədir. Geniş bir şəkildə həyətyanı sahəsi var. Evin ön tərəfindən 569 nömrəli marşrut xətti keçir. Dəyərli dostlarımız, asfalt yolun üzərində yerləşir. Ətraf ərazisi boşdur, 3 mərtəbəlidir. Geniş bir şəkildə həyətyanı sahəsi var. Qaraj sahəsinə əlavə olaraq bir neçə avtomobil daxil etmək mümkündür. İstəyə uyğun burada da əlavə otaqlar yarada bilərsiniz. Geniş bir şəkildə həyətyanı sahə ilə sizləri tanış edirəm. Mərkəzi giriş darvazasıdır. Qazı suyu işığı çəkilib, hazır vəziyyətdə istilik sisteminin xəttinə kimi, kombi aparatının yerinə kimi quraşdırılıb hazır vəziyyətdədir. Pilləkənlərin alt sahəsində yerləşir. Geniş bir şəkildə padval sahəsində sizlərə tanış edirəm. Əlavə olaraq burada bir neçə otaq da yaratmaq mümkündür. Mərtəbələr arası monolit betondur. Hər mərtəbənin ara kəsmələri monolit betonla inşa olunub. Geniş bir şəkildə birinci mərtəbə ilə sizləri tanış edirəm. Pəncərələrin qarşısını heç bir maneə tutmur. İşıq xətlərinə kimi, kanalizasiya xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. 135.000 manata kupçalıdır. Real müştərilərə evimizin qiymətində endirim olunacaq. İkinci mərtəbəyə qalxan beton pilləkənlər ağlay daşlarla üzlənilib. Balyanslar vurulub, eyvan sahəsinə hər mərtəbədə keçid xoduna kimi qoyulub, gecə işıqlandırılması üçün plafonları da vurulub. Keçəyin evin içi ilə sizləri tanış edin. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Sağda ikinci mərtəbəyə qalxan pilləkənlər və pilləkənlərin altında kladovka sahəsi yerləşir. Kermaqranit olan sahələr istipolla üzlənilib. Keçək ilk öncə mətbəx sahəsi ilə sizləri tanış edin. Mətbəx meblinin yerləri və aksesuarlarının xətlərinə kimi hamısı çəkilib hazır vəziyyətdə. Pəncərəsinin qarşısı heç bir maneə tutmur. Tavan sahəsi alçıbandır. Ulduz işləmələr spot lampalarına kimi vurulub. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. İkinci mərtəbəyə məxsus olan sanitar qovşaq, havalandırma üçün pəncərəsi və aksesuarların xətlərinə kimi yerləri hazır vəziyyətdədir. Pilləkənlər altı kladovkadır. İstipolun kollektori burada yerləşdirilib. Keçəyin evin qonaq otağı ilə sizləri tanış edin. Çox böyük bir kvadrata malik.